Salam, hər vaxtınız xeyir olsun değerli YouTube kanalımın izləyiciləri. Bu yine çəkib tədmizəmiz. Həyətimiz Qırdalan şəhərində Azbentonetin yanında yerləşir. 596 515 nömrəli marşrutun dayanacağı düz yanında yerləşir. Değerli izləyicilərimiz, dayanacağa yaxındır. 2,2 sotdan artıq torpaq sahəsidir. Tikili sahəsi 104 kvadratlı sənədlər, değerli izləyicilər. 4 otaqlı bir həyət evidir. Otaqlar çox genişdir. Gördüğünüz şəkildə həyət evimizin həyətdə başlamışıq. Həyətinə var. Üçü də maşın girər. Bura oldu bir üçüncü. Həm böyük qapısı var, həm balaca qapısı var. Ekoloji cəhətdən təmiz havası var, değerli izləyicilərimiz. Burada oldu həyət evimizin digər küncü. Gördüğünüz kimi hamısı pəncərələr dəmir barmaqla bağlıdır. Hamamı ayaqlısı həyətindədir. Çöldədir yəni. Gördüğünüz kimi belə bir sanzeldir. Hamam otağısıdır. Burada oldu ayaq yolusu. Yine keçirik değerli izləyicilər. Həyət evimizin içərisi ilə kürsülüdür. Padval da var. Nəzər çatdırım ki. Daxil olduq həyət evimizin içərisinə. Gördüyünüz kimi belə bir geniş dəhlizi var. Bir də nəzər çatdırım ki, değerli izləyicilərimiz, çəkilişimiz çəkiliş böyüdülməyib. Göründüyü kimi çəkilişlə çəkilir. Normal ölçü qayda ilə çəkilir. Normal ölçüdə harası bir 4'ün 3 yarıma deyərdim, bunlar rahat 3 var ki, mətbəxidir, eyni. Keçid etdik. İndi buradan uşaq otağına. Belə bir uşaq otağısı var. Harasa 4'ün 3 yarıma olan uşaq otağısıdır. Belə bir uşaq otağısıdır. Gördüğünüz kimi padvalı var. Bir daha nəzər çatdıram ki, ekran böyüdülməmiş çəkilir. Göründüyü kimi də ev yəni genişdir. Əsl kənd evləri kimi, değerli izləyicilər. Dədə baba, kənd evləri kimi otaqları genişdir. Gəlib özünüz də şahid ola bilərsiniz canlı. Qiymət çox münasib qiymətdir, təcil satılır. Pula ehtiyac olduğu üçün təcil satılır. Bura oldu digər bir otağı. Gördüğünüz bax, bu otaqdakı əşyalar qalacaq, değerli izləyicilərimiz. Yəni yataq dəsti qalacaq. İstəyir kombidir. Sonda 4-cü otağımız, qonaq otağını sizə çəkib təqdim edirəm. 6 metrdən rahat 6 metr var. Onlar değerli izləyicilərin uzunluğu 4,5 dolar eni olar. Həyətinə baxır, qarşısına baxır qonaq otağımızın da pəncərəsi. Qiymət 55 bin manat, sənəd bələdiyyə qiymətləndirmə, kombisi, mətbəx mebeli və bir göstərdiyim yataq dəstəyi qalacaq. Bir də gördüğünüz bu qonaq otağındakı divan kreslolar, bir də qoyka qalacaq. Değerli izləyicilər, 55 bin manat start qiymət. Real alıcıya evə başdan sonra yerində endirimi olacaq. Sayğaclar Asan Xidmətdə, Asan Kommunal şöbəsində yeni sahibinin adına keçəcək. Bu günlük bu qədər. Sağ olun değerli izləyicilərimiz. Nəzər çatdırım ki, həyət evimizin əhatəsində bütün yaşayış obyektləri və məktəb də fəaliyyət göstərir. Bu günlük bu qədər. Sağ olun.